شاهدی شاهی شهیدانم، شهیدم شاهدم. جاودانم زنده‌ام، مرزوق حی و واحدم. من مقامی عالی فردوس حق عایدم. من شهیدم، من şehidəm, mən şəhidəm, mən şəhid. Qərbi şərqi olmayan bir afitabəm biküsuf. Bi zaval afaqidə bir mahitabəm bixüsuf. Mən könüllər xanəsində bir kitabəm bi hüruf. Mən şəhidəm, mən şəhidəm, mən şəhidəm, mən şəhid. Çün fəna fillahidə vəchi bəqaya nailəm. Gər fəna olsa bu aləm, fikri qılmaz zailəm. Cümlə xəlqi aləmə meyari haqqu batiləm. Mən şəhidəm, mən şəhidəm, mən şəhidəm, mən şəhid. Qanla batil olmayan bir dəstəmazım var mənim. Haqq ilə mi'racidə razu niyazım var mənim. Aləmə naz eyləyən Cibrilə nazım var mənim. Mən şəhidəm, mən şəhidəm, mən şəhidəm, mən şəhid. Zərfi cismim səngi düşməndən qırıldı, qəm yemə. Ətri canım şişeyi təndən yayıldı aləmə. Getdi ta dördüncü göydə İsa ibn Məryəmə. Mən şəhidəm, mən şəhidəm, mən şəhidəm, mən şəhid. Gər fənai olmaq istərsən Süleyman-ı Cahan, zülmə baş əymə, polad mislində müstəhkəm dayan. İç şəhadət şərbətin, ərz eylə sən də hər zaman. Mən şəhidəm, mən şəhidəm, mən şəhidəm, mən şəhid. Bismillahirrahmanirrahim. Bağışlayan və mehriban olan Allahın adı ilə xoş gördük siz əziz dəyərli tamaşaçılarımızı. Qum Danələri verilişimiz efirdədir. Daimi qonağımız ilahiyyatçı alim Hacı Fariz Xanmədlidir. Hacı xoş gördük bir daha. Çox sağ olun. Allah sizdən razı olsun. Allah var eləsin. Cümləmiz inşallah. Hacı istərdik bugünkü verilişimizi şəhidlərə həsr eləyək. Yadınızdadsa bir verilişlərin birində buyurdunuz ki, bir veriliş ayırarıq. Mən elə gəlir ki, bugün Allahın izni günüdür. Allahın köməkliyi. Allah sizdən razı olsun. Çox gözəl vurğuladınız. Bismillahirrahmanirrahim. Mən də salamlayıram sizi. Aleyküm Və sizin simavızda bütün izləyicilərimizi, şəhid ailələrin, Allah təbarək və təala şəhidlərimizi bu ayın şəhidi ilə Əli ibn Əbi Talib əleyhissalamla məşhur eləsin. Amin. Bəli, söz vermişdik, yaxşı da yadımıza saldınız ki, sözümüzə əməl eləyək Allahın izni ilə. Qur'an-ı Kərimdə Ali İmran surəsində məşhur bir ayə var ki, Qur'anla mənus olanların çoxu o ayəni əzbər bilirlər. Və la təhsəbənnəl-ləzinə qutilu fi səbilillah əmvat bəl əhyəun ində rəbbihim yurzaqun. Ayə buyurur ki, Allah yolunda öldürülənləri, Allah yolunda ölənləri, Allah yolunda dünyasını dəyişənləri ölü saymayın. Onlar diridirlər. Öz Rəbbilərinin yanında onlara ruzi verilir. Bu ayənin enmə səbəbi, şənu nuzulu, yəni niyə və nə zaman bu ayə endi? Bir neçə dənə təfsirçilər, Quran təfsir eləyənlər bir neçə dənə səbəb göstərirlər və şənu nuzul yazırlar. Bəzilər yazırlar bu Bədr savaşında nazil olub, bəzilər deyirlər Uhud savaşında nazil olub. İmam Baqir əleyhissalamdan hədisdə keçir ki, həm Bədr, həm Uhud savaşı barəsindədir bu ayə ki, orada şəhidlər dünyasını dəyişmişdilər. Bilirsiniz, ilk Peyğəmbərimizin müşriklərlə savaşında sevgili Peyğəmbərimiz onlardan çox adam öldürdü, 70 nəfər onlardan öldürdü. İkinci savaşda artıq onlar gəlmişdilər intiqam almaq üçün çoxlu surətdə. Bu tarixi hadisədir. Bir yerdə Peyğəmbər buyurmuşdu ki, bu dağın bu keçidindən buranı boş saxlamazsınız. Müsəlmanlar müşriklərin məğlub olmağını gördülər və orada dayananlar elə bildilər, onlara qənimət çatmayacaq. Oranı boşaltdılar, orada bir az adam qaldı və müşriklər fırlanıb dağın həmən yerindən daxil oldular və müsəlmanlardan bir çoxunu şəhid elədilər.
Tarix yazır ki 70 nəfər şəhid olandan sonra Əbu Sufyan sevgili peyğəmbərimizə dedi ki, siz birinci savaşda bizdən 70 nəfər öldürmüşdünüz. Biz də bu savaşda həmən 70 nəfərin əvəzini çıxdıq, sizdən 70 nəfər öldürdük. Sevgili peyğəmbərimiz ona gözəl bir cavab buyurur orada. Buyurur ki, sizdən 70 nəfər cəhənnəmə vasil oldu, öldü. Amma bizdən 70 nəfər şəhid oldu. Yəni ölməklə şəhidlik ayrı-ayrı məsələlərdir. Sizdən ölənlər öldülər, həlak oldular, bizdən şəhid oldular. Bəzən görürsən mən baxıram bizdən bu xəbər saytlarında yazılarda da yazırlar, əskərimiz həlak oldu. Həlak deyil, həlak deməzlər, ona deyirlər şəhid oldu. Həlak kafir olar, düşmən olar. Şəhid olar bizim əskərimiz. O ifadəni düz işlətmək lazımdır. Bizdə bəzən görsən bu ifadələr doğru düzgün işlədilmir. Yaxşı olar ki, biz dini termindən, necə ki, sevgili Peyğəmbərimiz bunu buyurub, deyir, sizdən öldülər, amma bizimkilər şəhid oldular. Yəni, şəhidliyin məqamını göstərmək istəyir. Bəzi hədislərdə də, rəvayətlərdə də keçir və Əllamə Məclisi Biharul Ənvarda gətirir, deyir, Beyr-i Məunəyə aiddir bu ayə. Beyr-i Məunə, şən-i nuzulu Beyr-i Məunə hadisəsidir. Beyr-i Məunə hadisəsi bir hadisədir. Sevgili Peyğəmbərimiz yəni hicrətin 3-cü ya 4-cü ilin əvvəlində tarixçilər burada ixtilaf yazırlar, müxtəlif fikirlər var. Bu hadisə baş verdi. Bir qəbilədən, Nəcd vilayətindən, Bəni Amir qəbiləsindən bir nəfər adam, Əbu Bərra adında bir nəfər adam sevgili Peyğəmbərimizin yanına gəldi. Gələndə Peyğəmbərimiz üçün dəvələr və atlar hədiyyə gətirmişdi. Sevgili Peyğəmbərimiz hədiyyələri qəbul etməyi şərt bağladı, məşrut elədi buna ki, adam İslamı qəbul eləsin. Əbu Bərraya dedi, sən İslamı qəbul elə, mən də sənin hədiyyələrini qəbul edeyim. Əbu Bərra qəbul edirəm, etmirəm sözün dilinə gətirmədi. Rəsulullah'a ərz elədi ki, nə gözəl olar ki, siz bir neçə nəfər mübəlliğ mənə qoşasınız, bu mübəlliğlər mənimlə bərabər gəlsin, Bəni Amir qəbiləsinin ki, Nəcd vilayətində Məkkə-Mədinə arasında yolun kənarında bir yerdir, gəlsinlər orada mənim qövmümü də dəvət eləsinlər İslama. Sevgili Peyğəmbərimiz Rəci faciəsini yaşamışdı. Bu hadisədən təzə qabaq idi, təzə hadisə baş vermişdi. Rəci hadisəsi ki, Peyğəmbərin 6 nəfər, bəzi rəvayətlərə görə 8 nəfər Peyğəmbərin gözəl Quran qarilərindən biri də Xubeyb ibn Ədi idi. Şəhid oldular. Rəci faciəsində gəldilər Peyğəmbərimizdən Məkkə müşriklərinə satmaq üçün Peyğəmbərimizdən səhabələrindən götürdülər. Güya bunlar Quran öyrənmək istəyirlər, din öyrənmək istəyirlər. Allatdılar Peyğəmbər səhabələrini gətirdilər. Rəci məntəqəsində bunları öldürdülər. Və onlardan ikisi ki, cüssəli idi, bədənləri böyük idi. Dedilər, bunları baha pulla Əbu Süfyana satarıq. Əbu Süfyan demişdi, kim orada müsəlmanlardan gətirsə, mən ona böyük qızıl verəcəm, cəvahirat verəcəm, dəvə verəcəm. Bunlar gətirdilər, Xubeybi satdılar Əbu Süfyana. Əbu Süfyan onu öldürtdürəndə məşhur hadisədir bu. Xubeyb ona deyir ki, icazə verin, mən 2 rəkət namaz qılım. Deyirlər, bu ölümdən qabaq namaz qılma sünnəsi oradan qalıb. Xubeyb ilk dəfə bunu eləyib. Və namazı qılandan sonra üzün tutdu Mədinə istiqamətinə, Peyğəmbərə salam verdi. Və dedi ki, ey Allahın Rəsulu, sən buna şahidsən ki, mən sənə vəfalı davrandım. Sən mənim vəfamın şahidisən. Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələri ilə oturmuşdu, birdən Məkkə istiqamətinə üzün tutdu və aleykəssalam dedi. Soruşdular, nə oldu? Dedi, Xubeyb bizə salam verdi. Bir nəfər ənsarilərdən zaten xəbər gətirmişdi bu şəhadət məsələsinin, bu 6 nəfərin və əsir düşməsinin Xubeybin. Bu Rəci hadisəsi kimi məşhur idi tarixdə. Bu hadisə təzə baş vermişdi. Sevgili Peyğəmbərimiz çox narahat idi bu hadisəyə görə. İndi təzədən Əbu Bərra gəlib sevgili Peyğəmbərimizin yanına, ondan istəyir ki, mübəlliğ versin Peyğəmbər ona. Yenə sevgili Peyğəmbərimiz İslamın yaşaması üçün Əbu Bərraya çox vurğuladı, müğayət olacaqsan, dedi, mən qoruyacağam, mənim qəbiləm qoruyacaqlar. Sevgili Peyğəmbərimiz 40 nəfər adamı Əbu Bərra ilə bərabər göndərdi, keçsinlər o qövmü İslama tərəf dəvət eləsələr. Bu 40 nəfər ora gedəndən sonra Amir ibn Tufeyl adında bir nəfərə qəbilə başçısı idi.
Əbu Bərra da həmin qəbilədən idi. Ona məktub göndərdilər ki, onu dəvət eləsinlər. Qasid məktubu gətirdi, Amir ibn Tufeylə təqdim elədi. Məktubu oxumamış öldürdülər qasidi. Sonra hücum çəkdilər, o adamları da öldürdülər. 40 nəfərin biri məktub aparmışdı, öldürüldü. İkisi dəvələri aparmışdı otlamağa, suarmağa. Onlar orada yox idilər. Qalanın hamısını mağaranın içində öldürdülər. O 2 nəfərdən biri də ki, Ənsardan idi, onu da öldürdülər. Biri canın qurtardı, gəldi sevgili Peyğəmbərimizə xəbər gətirdi ki, belə hadisə baş verdi. Bu çox faciəli bir hadisə idi və sevgili Peyğəmbərimiz sarsıntı yaşadı bundan. Əbu Bərranın bu işdə əli yox idi. O Peyğəmbəri aldatmamışdı. Səhabələri də aldatmamışdı. O həqiqətən mübəlliğ aparmışdı. Onun qövmü mübəlliğləri öldürmüşdülər. Əbu Bərranın oğlu ərəbdə bu çətin məsələ idi. Bir nəfər birinə zəmanət versin, onu öz öhdəsinə götürsün, sonra onu öldürsünlər. Bu sanki özü bu qətildə iştirak eləmiş adam kimi sayılırdı. Ona görə Əbu Bərranın oğlu hücum çəkdi bir dəfə. Amir ibn Tufeyli öldürmək istədi, öldürə bilmədi. Yaraladı amma. Xülasətül Kəlam sevgili Peyğəmbərimiz nifrin elədi. Amir ibn Tufeyli deyirlər, o həm dizindən, həm boğazından bir şiş tutdu, dünyasını dəyişdi, öldü, cəhənnəmə vasil oldu. Bu hadisə sevgili Peyğəmbərimizi sarsıtdı. Adamların şəhadəti, sevgili Peyğəmbərimizin 39 səhabəsinin bir yerdə şəhidliyi və ondan qabaq Rəci hadisəsinin olması, bu hadisə özdə böyük səhabələr var idilər orada, sevgili Peyğəmbərimizin sevimli, yaxın səhabələri var idi. Hadisə baş verəndən sonra bu ayə nazil oldu deyirlər. Və la təhsəbənnəl-ləzinə qutilu fi səbilillah. Allah yolunda öldürülənləri ölü sanma, onlar şəhiddirlər. Burada nöqtələr var bizə vurğulayır. Vurğulayır ki, başa düşün. Şəhidlik yox olmaq deyil, əbədiyyətə qovuşmaqdır. Tarixçilər yazırlar, o vaxtı İslam qoşunu ilə İran imperatorluğu üz-üzə gəldilər, savaş elədilər. O savaşda İslam qoşununun heç nəyi yox idi. Amma İran imperatorluğu idi, onun hər nəyi var idi. Döyüş filləri var idi, məncənəqləri var idi, atanlar, ot atanlar, daş atanlar. Böyük silah sursatı var idi, o zamana uyğun döyüş filləri var idi. Bunlar gəldilər, İslam ordusu balaca bir qılıncla zərərsiz çıxırdı bunların qarşısına. Çıxırdı, bunlar bəzən qalırdılar döyüş fillərinin ayaq altında, tələf olurdular, şəhid olurdular. İran sərkərdəsi İslam sərkərdəsinə məktub yazır. Yazır, sən onlara nə yedizdirmisən, nə vermisən? Onlar mənim döyüş silah sursatımın qabağına belə çıxırlar. Bu ona cavabında yazır ki, mən onlara sadəcə başa salmışam ki, ölmək yox olmaq deyil, əbədiyyətə qovuşmaqdır. Şəhadət əbədiyyətə qovuşmaqdır, ölüm deyil. Bu böyük məsələdir. İslam bunu zaman-zaman başa salırdı və hər kim bunu başa düşürdüsə, şəhadət məqamı o ölkədə, o vətəndə, o yurtda yaşayır. Eyni ilə bizim Qarabağ şəhidlərimizdə olan kimi. İnşallah mən bir neçəsini misal da vuracam icazənizlə bu məsələdə. Təsəvvür edin, İslam Peyğəmbəri gördü, biri dua eləyir. Gör, şəhadətində boyda məqam qaildir Allah. Gördü, biri dua eləyir, deyir, ilahi, inni əsəlukə. İlahi, mən səndən istəyirəm, bugünə qədər səndən istənilənlərin ən yaxşısın. Yəni, Adəmdən sevgili Peyğəmbərimizə qədər nə qədər gözəlliklər Allahdan istənilib, nə qədər xeyir dualar olunub. Adam dua eləyir, deyir, ilahi, səndən istəyirəm, səndən bugünə qədər istənilənlərin ən xeyirlisin. Sevgili Peyğəmbərimiz eşidir duanı, baxır ona, deyir, mən elə bilirəm Allah sənə şəhadət nəsib eləyəcək. Deyirlər, niyə? Deyir, çünki Allahdan istənilən ən gözəl nemət şəhadət məqamıdır. Ondan artıq bir məqam yoxdur. Baxın, Əli ibn Əbi Talib əleyhissalama açıqladıqda neçə verilişdə Həzrət buyurdu, Fustu və Rabbil Kəbə, Kəbənin Allahın and olsun, feyzə çatdım. Əli ibn Əbi Talib əleyhissalam Xeybər görən kişidir, Xeybəri fəth eləyən kişidir. Əli Yəməni İslama gətirən kişidir. Əli Xəndəkdə vurduğu zərbə bütün ibadətlərdən üstün olan kişidir. Əli ilk İslam gətirən kişidir. Əli xanım Zəhranın küffüdür, bərabəridir, ondan artıq yoxdur. O olmasaydı Zəhra ilə evlənən bir kişi tapılmazdı. Əli ibn Əbi Talib Peyğəmbərin qardaşıdır. Əli ibn Əbi Talib imamdır. Bu məqamların hamısı ki, Əli ibn Əbi Talibə verilib, heç birində deməyib Fustu və Rəbbil Kəbə.
Şəhadət məqamı Əliyə verilən kimi dedi Fustu və Rəbbil Kəbə. Bu məqamın böyüklüyüdür. Şəhadət məqamının ucalığıdır. Əli nə qədər kamilliklərdən keçmişdi. Heç birində bu sözü dilinə gətirməmişdi. Deyirlər, gördülər Uhud savaşında Əli ibn Əbi Talib əleyhissalam narahatdır. Sevgili Peyğəmbərimiz dedi, ya Əli, niyə narahatsan? Şəhadət çox olmuşdu, şəhid çox vermişdilər. Dedim, mənə qismət olmadı şəhidlik. Mənə niyə qismət olmadı? O narahat böyük olmadı. Məqam mənə niyə qismət olmadı? Narahat idi. Dedilər, Peyğəmbər ona orada bəşarət verdi ki, sən şəhid olacaqsan. Ömrün şəhadətlə sona varacaq, sona ərəcək. Ondan sonra Əli ibn Əbi Talib təbəssüm elədi, rahat oldu. Və deyirlər, Əli Rəsulullah özündən idi, hədis Həzrət buyururdu ki, mən deyirdi, döyüşlərdə qılınclarla doğranmaq mənim üçün bundan daha yaxşıdır və bəyəniləndi yatağımda ölməkdən. Ki, mən yatağımda ölsəm mənə bəyənilməz. Döyüşlərdə doğranmaq, qılınclarla zərbətlənmək, yatağımda rahat yatıb ölməkdən mənim üçün daha da şərəflidir və dəyərlidir. Yəni, Əleyhisselamın məqamın böyüklüyünü bildirirdi. Və buyururlar ki, Allah təbarək və Teala hər nə yaradıbsa ondan daha xeyirlisini yaradıb. Məsələn, bizdə var da xeyir var, bir də var, məsələn, əxyar, ondan daha gözəli var. Hər nə varsa onun xeyirlisi var. Deyirlər, yeganə şəhadət məqamıdır ki, onun xeyirlisi yoxdur da, ondan xeyirli heç nə ola bilməz. Xeyirlilərin ən gözəli, bütün xeyirlərin, yaxşıların ən yaxşısı şəhadət məqamıdır. Şəhadətlə dünyanı dəyişməkdir. Qur'an-ı Kərim şəhadət haqqında müxtəlif ayələrdə buyurur. Məsələn, onların ölümləri necə olar? Biz bir verilişdə danışmışdıq, sağ tərəf səhabələri ölümü hiss eləməzlər. Yeganə qrup ki, ölümün ağırlığını hiss eləməzlər, şəhidlərdilər. Onlar deyirlər, ilahi bizi 100 dəfə, 1000 dəfə dirilt, öldür, ağırlıq hiss eləmirlər ki, ona görə ölüm anı olarsın, çətin olmaz. Və yaxud hədisdə var, onun şəhidin qanının birinci damlası yerə düşəndə Allah onun bütün günahlarını bağışlayır. Nə boyda sözdür bu? Və deyirlər, Allah təbarək və Teala Səttarəl Uyubdur, eyibləri örtəndi filan. Bu hədislər var da çoxdur, belə ayələr, hədislər var. Təsəvvür eləyin, sevgili Peyğəmbərimiz Allaha deyir ki, ilahi, mənim ümmətimin eyiblərin başqa ümmətlərin və onların Peyğəmbərlərinin yanında açmazsan. Allah buyurur ki, ey mənim Rəsulüm, sənin də yanında onların eybini açmayacam qiyamət günü. Amma insan öz eybindən xəbərdar olacaq da. Məsələn, mən bir günah eləmişəm, Allah mənə deyəcək ki, sən o günah eləmişdin. Öz eybimi özüm üçün açacaqlar da, mən biləcəm. Hədisdə keçir ki, yeganə insan ki, onun öz eybi öz yanında da açılmayacaq, o şəhiddir. Şəhid də günah eləyə bilər də dünyada da. Bəli. Yaşayıb normal insan kimi, o da caizül xətadır. O da yaşadığı dönəmdə nəsə günah eləyib. Amma onun günahı öz yanında da açılmayacaq. Nə boyda sözdür bu? Gör Allah nə boyda məqam verib şəhidlər. Və hədisdə keçir ki, onlar üçün Babul Mücahidin var. Mücahidlər qapısı var. Onlar o qapıdan daxil olacaqlar. Və hədisdə keçir, niyə biz şəhidi qusul eləmirik, kəfən eləmirik? Deyirlər, necə rəhmətə gedib elə dəfn eləmək olar şəhidi? Elə dəfn olur. Niyə? Çünki deyirlər, onlar elə qalxacaqlar. Hələ o geyimlə, o rəzm paltarı ilə, döyüş paltarı ilə, o yara ilə, o bədənin qanı ilə elə qalxacaqlar Allahın müqabilində. Deyirlər, şəhid gözəl libasda olacaq. Deyirlər, şəhidin müəttər qoxusu cənnət əhlinin hamısını bürüyəcək. Nə qədər cənnət əhli var, şəhid daxil olanda onlar biləcəklər ki, burada bir müəttər qoxu gəldi. Çox böyük, əzəmətli bir məqamdır. Allah şəhid üçün nə boyda məqam ayırıb. Allah İmam Hüseyin və ona görə bütün sevdiklərin şəhadət məqamı ilə müjdəliyib. Bütün sevdiyi peyğəmbərlərin əksəri və imamlar hamısı şəhadətlə dünyasını dəyişiblər. Allah təbarək və Teala ən fəzilətli bəşəri ən fəzilətli ölümlə dünyadan aparıb. Bu şəhadət məqamının böyüklüyünə görədir. Allah istəyib ki, şəhidin yaşayışı düz olub bu dünyada, ölümü də kamilliklə dünyadan köçməsi də kamilliklə olsun. Allah təbarək və Teala zaman-zaman bütün ümmətlərdə, tək İslam ümmətində, tək Ərəbdə, Əcəmdə, bütün ümmətlərdə ki, onlar ki, şəhadət məqamını dərk eləyiblər, başa düşüblər, Allah onların izzətini bütün ətrafdakılara göstərib. Hacı Fənay, mən icazənizlə istəyirəm bir dənə misal gətirəm. Bizim xüsusi təyinatlılardan bir şəhid var. Allah ruhunu şad eləsin bütün şəhidlərin. Bizə rəhmət eləsin. Amin inşallah. Cavid Hüseynov. Tovuz rayonunun Alakol kəndindəndir. Şəhidin anası Səringül ananın danışdıqlarından mən bir məsələni bölüşmək istəyirəm. İki bacının bir qardaşıdır.
boylu, buxunlu, gözəl, göyçək, yaraşıqlı bir igid Azərbaycan oğlu gedir şəhid olur. Ana övlad şəhid olandan sonra sarsıntı keçirdir. Ağır məqamdır. Allah bütün şəhid ailələrinə səbir versin. Amin. Çətin məqamdır. İki bacının bir qardaşı dünyasını dəyişir. Təbiidir, ana da hazır deyil. Hələ şəhadət məqamının nə olduğunu bilmir. Öz dediyinə görə deyir, 4 ay nasəza danışdım. Allaha üsyan elədim. Əstəğfirullah yazımda. Başladım Allaha qarşı deyingən oldum. Dedim, niyə mənim başıma bu gəldi? Mənim oğlum belə boylu, buxunlu, gözəl oğlum niyə belə oldu? Başladım deyir Allaha qarşı üsyan eləməyə. 4 aydan sonra deyir bacım gəldi bizə, yəni şəhidin xalası. Dedi mən axşam bir yuxu görmüşəm. Bunu niyə danışıram bilirsiniz? O ayə ki oxudum ha, deyir şəhidlər diridilər. Onlar dünyasını dəyişiblər, ölməyiblər, onları ölü sanma. O diriliyə sübut üçün bunu danışıram. Yəni o dünyada deyil, başqa dünyadadır. Amma anasının havasını saxlayır. Amma anasının imanını qorumağa çalışır. Ətrafındakıları qoruyub rəhbərlik eləməyə çalışır. Yəni o dünyasını dəyişdi, yox olmadı. Ana üsyan eləyir, Allaha qarşı çıxır, gör şəhid necə gəlir anaya təlim eləməyə. Bacı gəlir, xalası şəhidin deyir ki, yuxuda gördüm bir dənə böyük maşındır. Bizim hamımızı Cavid yığıb maşına gəzməyə aparır. Və hamımız sevincək haldayıq, Cavidlə bir yerdəyik. Gedirik, deyir, amma sən orada yoxsan. Ana orada yoxdur. Ana yoxdur orada. Deyir, mən dedim ki, Cavid, bəs ana hardadır? Səringül hardadır? Bəs onu niyə aparmırıq? Deyir, dedi, onu aparmaq istəmirəm. Dedim, niyə? Dedi, çünki o Allaha üsyan eləyir, mən narahat oluram. O Allaha qarşı çıxır, mən narahat oluram. Belə bir başqa şəhid analarından biri də demişdi, deyir, oğlum yuxuma girdi, dedi ki, sən mənə cümə axşamları gəlmə qəbrimin ziyarətinə. Dedim, niyə? Dedi, cümə axşamları bütün şəhidlərin ruhu İmam Hüseyin ziyarətinə gedir, bizi apardılar ora. Mən ora gedəndə, sən qəbrim üstə gələndə, İmam Hüseyin əleyhissalam mənə deyir ki, anan ziyarət və gəlib, sən qayıt, get. Mən oradan ayrılıram, sən başqa gün gəlsin, gəl ziyarətimə. Yəni, bunlar anaların da təlimləndirirlər, ətrafını təlimləndirirlər. Ana deyir ki, elə bil məndə bir inqilab oldu, oyanış baş verdi. Dedim, mən niyə belə eləyirəm? Mənim oğlumu narahat eləyirəm, ruhunu narahat eləyirəm. Gəldim, deyir, Bakıda, burada qohumlarımızda Haç xanımlar var idi. Bunlardan başladım, deyir, biraz din öyrənməyə. Bilirdim, deyir, Həmd surə filan. Yavaş-yavaş məndə bir inqilab oyandı, oyanış başladı. Sonra deyir, Allaha bir dənə şəhidin yuxuya girib söz deməyinin vasitəsilə görə nə boyda bərəkət var burada. O qanın bərəkətidir də, ruhun bərəkətidir. Sonra deyir, namaz qılırdım. Namaz halındaydım, gördüm, zəng gəldi telefona, bir nəfər məni həcc ziyarətinə göndərmək istəyir. Ana deyir ki, mən kətçi adamam, kənd adamıyam. Mən heç kəndin bu başından o başına tək özüm gələ bilməzdim. Birdən məndə bir ruh yüksəkliyi yarandı. Mənə dedilər, həcc ziyarətinə bir nəfər xeyriyyəçi qardaş, Allah onda malına, mülkünə bərəkət versin, canını salamat eləsin. Deyir, gördüm, dedi göndərmək istəyir, dedim, gedirəm. Mən ki, deyir, o kətdə o rahat sərbəstliyim yox idi. Dedim, xarici ölkədə gedirəm. Pasportum var, dedim, var, pasportum da var. Hardan var? Biraz narahat idim, deyir, qaynım Rusiyada olur. O demişdi, ona pasport çıxardım, gələr burada biraz havası dəyişilsin, biraz mühiti dəyişsin, bəlkə özünə gəldi. Getdim, deyir, Kəbə evini ziyarət elədim. Ərəfatda idim, deyir, hələ orada mənə qapılar açılırdı, deyir, hisslər olurdu. Namazlarımda, yuxularımda, ibadətlərimdə onu hiss eləyirdim, deyir. 22 gün orada qaldım, deyir, hiss elədim ki, Cavid bizi ilə bərabərdir. Təsəvvür elə addım-addım, indi ana bunu danışır mənə, biz elm xadimiyik də. Yəni, biz bunu tam başa düşürük. Bəzi məsələlər ola bilər, heç ana məsələ onu dərk eləyib, amma onun elmi tərəfini bilmir də. Yəni, biz bilirik ki, şəhid onu aparıb addım-addım ziyarət elətdirib də, ətəbat-ı aliyatı. Yəni, şəhid ora şəhidin məskənidir də zaten. Öz məskənində onu qonaq eləyib. Yəni, anasının şəhid orada, yəni, biz elmi cəhətdən bunu başa düşürük, irfani cəhətdən bu nə deməkdir də. Şəhid öz məskəninə, öz mənzilinə qonaq eləyib anasını. 22 gün əlindən tutub gəzdirib. Bu 22 gündə ana onu müxtəlif yerlərdə hiss eləyib. Müxtəlif yerlərdə onu hiss eləyib. Deyir, bir yerdə
Ərəfatda biz xeymənin kənarındaydıq. Mən birdən hiss elədim ki, o mənim yanımdan keçdi və yanımdan keçəndə mənə toxundu. Qəlbimə bir aramlıq gəldi. Və orada başqa bir xanım da, şəhid anası da var idi. O da deyir, mənə dedi ki, sanki mən də hiss elədim ki, buradan kimsə keçdi. Mən deyir, orada oğlumu hiss elədim. Təsəvvür edin, adamı aparır və Allah tərəfə dönüş elətdirir. Ana hicab geyir, mühəccəb olur və qəlbinə bir aramlıq gəlir. Elhamdülillah, qəlbinə bir aramlıq gəlir. Ya başqa bir bizim Vətən müharibəsi qəhrəmanı var Pirişdən, Abdullayev Rəşad. Onun da anası, onun həm də qohumu, elə onlar iki qohumdular. Famil dostumuz var, o da qazidir. O da xüsusi təyinatlarda çox böyük döyüşçü olub. Allah onun da canı salamat eləsin, xəstəliklərinə şifa versin. Onun anası Familə danışırmış, deyirmiş ki, bir dəfə deyir, mən yuxuda gördüm ki, bunlar Pirişivdə Göytəpədədirlər, Cəlilabadda. Uşaqları, şəhidin uşaqları Bakıda qalır. Deyir, gördüm ki, evdə yatıb, deyir, ana mən titrəyirəm, üstümü ört, şəhid deyir. Mən oyandım yuxudan, deyir. Sonra zəng saldım, zəng elədim, soruşdum, dedilər ki, şəhidin uşağı xəstələnib, soğuq dəyib möhkəm, qızdırması var, titrəyir. Deyir, məni yuxudan oyatdı. Yuxudan oyatdı, mənə dedi ki, uşaq xəstələnib. Yəni şəhid kim ki deyir, o ölüb, dünyasını dəyişib, bu ifadələr yanlışdır, onlar ölməyiblər. Onlar yaşayırlar, dünyadadırlar. Bu balaca məqam deyil. Elə ona görədir Əhl-i Beyt bunu hiss eləyirdilər, bizə başa salırdılar ki, şəhadət məqamı. Şəhidin mənası, yəni söz olaraq, kəlmə olaraq. Şəhid o ki, müşahidə eləyir, şahiddir. Şahiddir. İsmi fail anlamını daşıyır. Yəni o ki, Allahın ona verdiklərini müşahidə eləyir, məqamını müşahidə eləyir. İmam Hüseyn əleyhissalam gecə dedi, mən beyətimi sizdən götürürəm. Kim getmək istəyir, getsin, gedin. Heç kim ağadan ayrılmadı. O gecə qaldılar. Yolda ayrılanlar var idi, amma o gecə İmam Hüseyn heç kim tək qoymadı. Ora gəlib çatanlardan ağadan ayrılan olmayıb. Bu dəqiq tarixdir. Ağa ki gördü, bunlar qaldılar, bunların məqamını göstərdi bunlara. Siz dünyanızı dəyişən kimi nə baş verəcək onu bunlara göstərdi. Deyir, sonra hamısı çalışırdılar. Deyirdilər ki, mən birinci gedim. O mən birinci getməyim səbəbi bu idi ki, ağa onların məqamını onlara göstərmişdi. Şövq buna görə idi. Onlar gördülər, Rəsulullah gözləyir bunları. Xanım Zəhra bunları gözləyir. Onlar o məqamı görəndən başa sonra düşmədiyimiz cənnəti gözləyir. Cənnəti gördülər. Və görən kimi də İmam Hüseynə dedilər ki, ağa birinci mənə icazə ver, birinci mən gedim. Birinci mənə icazə ver. O qoca kişilər, məsələn, Həbib ibn Məzahir, qoca kişi, qaşı da ağarmışdı. Nə saç, nə saqqal. Qaşı ağarmışdı. Qaşın bağlanmışdı ki, ağı görünməsin, düşmən bunu qoca bilməsin. Minmişdi, ata deyirdi, ənə Həbibun ibn Muzahir. Farisu heycain və səhmun musər. Rəcəz oxuyur. Rəcəz oxuyur. Deyirdi, mən Həbibəm, Məzahir tayfasındanam. Məzahir kişinin övladlarındanam. Həbib Muzahir. Biz peşəkar at minənlər və qılınc oynadanlarıq. Düzdür, əntum əəddu uddətən və əksər. Düzdür, siz çoxsuz. Sayınız bizim sayımızdan çoxdur. Nəhnu əvfa minkum və əsbər. Amma biz sizdən vəfalıyıq və səbirliyik. Bu məqamdır. Təsəvvür edin, o ana deyir ki, Səringül ana deyir, mən xəstələnmişdim. Oradakı şəhid gəldi, hiss elədim, mənə toxundu, getdi. Oğlum mənə toxundu, getdi, elə hiss elədim. Xəstələnmişdim, titrəyirdim, deyirdim ki, görəsən mən bu məqamı kamilləşdirə biləcəm, bütün əməlləri yerinə yetirə biləcəm, ya yetirə bilməyəcəm. Bunu düşünürdüm, deyir, birdən yadıma düşdü, Cavid deyirdi ki, bizi təlimə aparırdılar. Mən həmişə təlimdə ağırlıq mənə üz gətirəndə, təlimdə deyirdim ki, mən eləyəcəm bunu, mən qəhrəmanam, biz vətən uğrundayıq, biz vətəni azad eləməliyik, torpağı azad eləməliyik. Özü özünə motivasiya verirmiş. Deyir, mən orada başladım özümə belə deməyə. Əlbəttə mən xəstələnməyəcəm, yatmayacam. Mən şəhid Cavidin anasıyam. Mən bunu təkmil eləyəcəm. Yerinə yetirəcəm bütün məsələləri. Təsəvvür edirsiniz, şəhid aparır da bunu. Bu sözləri şəhid deyizdirir. Şəhid əlindən tutub, o diridir, o bunu gəzdirir. Allah canı salamat eləsin. Bizim Masallıdan Zibana var. Masallının Viləş qəsəbəsindən Zibana. 2 oğlu şəhiddir. İntiqam əskərli və Nurlan əskərli. İntiqam əskərli də Vətən müharibəsi qəhrəmanıdır. O ananın da xüsusi, mən bir verilişdə danışmışam keçən Ramazanlarda, Nurlan
Əskərlinin şəhadətindən sonra rəhmətli Hacı Şahin onları göndərmişdi ziyarətə, İmam Hüseyn əleyhissalamın ziyarətinə. Orada Nurlanın ona elədiyi köməklər, şəhid Nurlanın ona elədiyi köməklər. Və deyir, mən orada İmam Zaman qeyb olan yerə getdik, orada bir xanım məni apardı, işarə elədi, mən getdim oranı ziyarət elədim. Mən orada bir ətir hiss elədim, bir qoxu hiss elədim oradan. Sonra deyir, gəldik, müharibə başlayan vaxtı intiqam bizdən, şəhid intiqam, vətən müharibəsi qəhrəman intiqam əskərli anası ilə vidalaşıb gedəndə deyir, mən onu qucaqladım, öpüb ondan ayrılanda o ətir və o qoxu ki, orada hiss eləmişdim, Kərbəlada burada hiss elədim. Hiss elədim deyir və mənim qəlbimdə bir dənə sızıltı yarandı ki, intiqam şəhid olacaq. Sonradan deyir, ondan bir neçə gün xəbər olmadı. Şuşa fatihlərindəndir şəhid intiqam əskərli, vətən müharibəsi qəhrəmanı. Sonra deyir, xəbər olmuyor. Mən heç kimə bu sözü deyə bilmirdim, amma mən bilirdim o şəhid olub. Niyə? Çünki mən o ətri Kərbəlada almışdım. Çox möhtəşəm hadisələr var bu şəhid ailələri ilə bağlı və şəhidlərin bunlara xüsusi diqqəti ilə bağlı. Ona görə Allah təbarək və təala bu məqamı ayırıb və zaman-zaman bu məqamı göstərib. Bu Babul Mücahidin var, mücahidlər qapısı, döyüşçülər. Bəzi adamlar qalıblar, o xatirələrlə yaşayırlar. Mən bunu xüsusi vurğulamaq istəyirəm. Xüsusi vurğulamaq istəyirəm bunu. Ərəb dilində bu bizdəki qazi deyirlər. Bu qazi, bizdə 2 dənə qazi sözü var ərəb qrammatikasında, ərəb dilində. Biri qafla qazi, bir də qəynlə. O qafla qazi, yəni qəzavət hökmü verən. Qazi bizim hakim. Məsələn, məhkəmələrdə qazilər var. Bir də var ki, qaynla yazılan, o qəzvə sözündəndir. Qəzvə döyüş anlamındadır. Qazi yaralanan demək deyil, qazi iştirakçıya deyirlər. Yəni o adam ki, döyüşdə iştirak edib, artıq o qazidir. Yəni İslam baxımından o mücahiddir, Allah yolunda döyüşüb, vətən yolunda döyüşüb. O artıq qazidir, qəzvə sözündəndir. Lazım deyil onun bir yeri yaralansın. Yaralanmasa da döyüş iştirakçısıdırsa, o artıq yaralanıb. O artıq yaralanıb. Əflatun deyirdi, Platon deyirdi ki, müharibə elə bir şeydir ki, onun sonunu ancaq orada can verənlər görürlər. Müharibə iştirakçısı, müharibə bitmir. O bir ömrü acı ilə yaşayır, o ağrı ilə yaşayır, o dostların xatirələri ilə yaşayır. Özü ilə qəbrə aparır o xatirələri. Ona görə adam ki, orada iştirakçıdır, lazım deyil ki, ona güllə dəysin. Zaten onun qəlbinə güllə dəyir. Hər an onun yanında şəhid olub, onun ətrafındakılar, onun əziz bildiyi, ailə kimi olduğu, ailədən yaxın olduğu dostlarını itirib. Ailədən yaxın olduğu. İnsan öz ailəsi ilə qan bağı olur. Məsələn, düzdür, qardaşımız, bacımız, qan bağımızdır atadan, anadan. Amma Əleyhisselam buyurur ki, sənin nə çox qardaşların var ki, onlar sənin atandan, anandan dünyaya gəlməyiblər. Sənin valideynlərindən doğulmayıblar. Amma onlar sənin qardaşlarındır. İndi ən ağır günlərdə səngər qardaşlarıdır. Ən ağır günlərdə bir yerdə olublar, döyüşüblər və dünyasını dəyişib. Əzizdir də bu adam üçün. Bir ömür onun xatirəsi ilə yaşayır. Bu adam da mücahiddir. Allah bunlara böyük bir qapı qərar verib bunlar üçün. Bu mücahidlər üçün xüsusi bizdə hədislər var. Onlar Babul Mücahidindən, onlar ki, savaşçıdırlar, döyüşçüdürlər. Yaralanmasalar belə. O gün ki, hamısı gözləyərlər, növbələrdə durarlar ölümdən sonraki həyatda. Görərlər bir qrup insanlar necə dünyasını dəyişiblərsə o formada. Gəlirlər Babul Mücahidindən cənnətə daxil olurlar. Onlara deyirlər, bunlar kimdir? Deyirlər, nəhnu əl-mücahidunə fi səbilillah. Biz Allah yolunda döyüşənlərik, mücahidlərik. Nə gözəl məqamda Allah onlar üçün verib. Tarixi bir hadisə var, bu mənzillər olur. Məsələn, indi biz buradan Bakıdan durmuşuq, Masallıya getmək istəyirik. Yolda mənzillər var, karvansaralar olur qədimdə. Onlara məhəllün nuzul deyirlər, oturaq olunan yerlər. İnsanlar orada oturarmışlar, biraz su içərmişlər, yemək yeyərmişlər, ibadət eləyərmişlər, dincələrmişlər, yola davam eləyərmişlər. Ərəb onlara deyir məhəllün nuzul, mənzil. Karvanların oturaq elədiyir. 4 nəfər atçı gəlirlər, bir mənzilin qapısını döyürlər bu karvansaranın gecə. Sahibi gəlir qapını açır, deyirlər kimsiz? Bunlar da görürlər biraz üzündən dindar adam oxşayır, deyirlər bunu alladaq. Bunlar yol kəsəndir. Deyir, nəhnu əl-mücahidunə fi səbilillah. Biz Allah yolunda döyüşənlərik. Biz döyüşçülərik, savaşçılarıq. Nə gözəl kişi bunlara xidmət edir, süfrə açır bunlar üçün. Yeyirlər, yatırlar, səhər tezdən kişi bunları durğuzur namaza, bunlar kişiyə görə yalandan bir namaz da qılırlar, gedirlər yenə yol kəsməyə, karvan basmağa.
Gecə yenə də deyirlər elə bu məntəqədə qaldıq. Bundan avam heç yerdə tapanmarıq. Gedək də onun yanına. Gəlib bunun qapısını döyürlər. Kişi qapını açır. Kişi bunları görür, elə sevinir. Deyir, dedim birdən gəlməzsiniz. Elə yolunuzu gözləyirdim. İntizardan gözümün kökü saraldı. Biri vicdanlı adam olur bu 4 nəfərin içində. Yol kəsən də olsa biraz vicdanı var imiş. Deyir ki, ağsaqqal bizi bağışlayır. Görür bunlar süfrə açıb bunlara. Təzədən hazırlıq görüb. Dünənkindən də yaxşı. Deyir biz yol kəsənik. Biz səni dünən allatmışıq. Biz mücahid filan deyilik. Biz yol kəsənik. Kişi ağlayır, deyir, siz indi məni alladırsınız. Siz necə mücahid deyilsiniz. Dünən bu niyyətlə ki, Peyğəmbər buyurub, So'rul mu'minu şifa. Möminin, mücahidin yeməyinin artığı şifadır. Mən bu niyyətlə sizin yeməyinizin artığını xəstə uşağıma verdim, sağaldı. Bu necə ola bilər siz yalan deyirsiniz? İndi yalan deyirsiniz. Siz dünən yalan demirdiniz. Siz Allah yolunda cihada çıxmış kişilərsiniz. Belə deyir, bunlar dönürlər, baxırlar bir-birinə, deyirlər, əgər Allah yanında bu adın bu qədər əzəməti var, onu yalandan da üstələyən adama Allah yeməyində şifa qərar verirsə, biz bundan sonra həqiqətən mücahid olacağıq. Biz bundan sonra həqiqətən savaşçı olacağıq. Bu ad əgər bu qədər əzəmətlidirsə, bu qədər böyükdürsə, onlar dönürlər, Allah tərəfə dönüş edirlər. Yəni, indi bu adamlar ki, mücahiddirlər, döyüşüblər. Vətən üçün canlarından keçiblər. Vətən üçün hər nəylərindən keçiblər. Həqiqətən hər nəyi tərk ediblər. Döyüşə girən vaxtı hər nə qalırdı geridə. Və oradan sağ çıxmaq, oradan geri dönüb ailə ilə görüşmək, dost tanışla görüşmək ümidi heç kimdə yox idi. Orada ancaq Allaha qovuşmaq var idi. Böyük məqam əldə etmək niyyəti var idi. Ona görə o adamlar böyük şəxsiyyətlərdir. Ehtiramları vacibdir. Lazım deyil onların hansısa dünyasını dəyişmiş olsun. Lazım deyil hansısa yaralanmış olsun. O iştirakçı özü elə böyük şəxsiyyət, böyük məqam sahibidir. Bir dənə də hədis bizdə keçir. Deyir, qəbristanlığa daxil olanda, indi hər qəbristanlığımızda şəhid məzarları var. Mən izləyicilərimizə də bunu tövsiyə edirəm. Birinci gedək şəhidin məzarını ziyarət eləyək. Ondan sonra öz dünyasını dəyişənlərimizin qəbirlərini ziyarət eləyək. Niyə? Çünki o bizə şəfaət eləyə bilər. Şəhidə bir neçə şey Allah təbarək və təala verir. Biri də şəfaət məqamıdır. Şəhid öz yaxınların şəfaət eləyə biləcək. Şəhid istədiyin şəfaət eləyə biləcək. Onlar diridirlər, onları ölü sanmayın. Allah var eləsin. Allah cümlə şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Azı belə bir sual da vermək istəyirəm. Bu şəhadətin mən elə güman edirəm ki, bir müqəddiməsi də var. Yəni bir insana Allah şəhadət nəsib etmək üçün insan ən birinci gərək nəfsi ilə mübarizə apara. Mütləq yəni, şəkildə. O insan nəfsi ilə cihad eləməsə, ona görə də sizin sözünüzə qüvvət, etməsə şəhadət məqamını əldə edə bilməz. Elə ona görə də sevgili Peyğəmbərimiz döyüşdən qayıdanları Mədinədə qarşılayanda dedi, mərhəbən bi qovmin. Əhsən o insanlara ki, kiçik cihadı yerinə yetirdilər. Hamısı baxdı bir-birinə, yaralanan kim, şəhid olan kim, döyüşdən qayıdıblar. Dedi, nə kiçik cihad? Bir-birinə baxdılar. Əgər bu döyüş kiçik cihad idisə, bəs böyük cihad nədir? Peyğəmbər buyurdu, mücahidətun nəfs. Nəfslə mübarizə. İnsan öz nəfsi ilə mübarizə aparması cihadul əkbərdir, böyük cihad. İnsan düşmənlə döyüşməsi kiçik cihad. Yəni, böyük cihad olmasa, kiçik cihadı yerinə yetirmək olmaz. İnsan birinci bizdən istənilən budur ki, böyük cihadı yerinə yetirək. Yəni, nəfsimizlə mübarizə aparaq, özümüzü hazırlayaq, Allah təbarək və təalanın lütfü ilə özümüzü hazırlayaq kiçik cihada və dünya mücahidətinə. Hacı, mən bu sualı tamamlamaq istəyirdim əslində bu mənada ki, yəni məsələn soruşurlar ki, hacı biz neyniyək ki, şəhadət bizə qismət olsun? Mən elə gəlir bu ən dolğun, ən gözəl cavabdır ki, insan nəfsi ilə cihad etsə, mütləq Allah Taala ona bir şəhadət nəsib edər sonunda. Bir də əziz hacı, siz görürsüz, diqqət edirsiniz, ariflərimizdən birinin sözündə keçir. Buyurur ki, şəhadət şəhid kimi yaşayanlara qismət olur. Şəhadət şəhid kimi yaşayanlara qismət olur. Məsələn, bizim çox şəhidlərlə biz tanış olmuşuq da, Mənim öz qardaşım da şəhiddir. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Və həmçinin məsələn bizim kəndimizdən şəhid Niyaz Səmədov
Allah ruhunu şad eləsin. Biz o ilə məndən 4 il böyük olub, amma mən 4-5 il böyük olub məndən. 4 il böyüklərlə bir sinifdə oxuyub, amma məndən 5 il böyük olub yaş etibarı ilə. Mən tez Quranı oxuduğuma görə bizdə belə adət var idi. Biz Quran oxuyardıq hüzur məclislərində. Sən kəndin 10-dan 15 dənə Quran oxuya bilən uşaqların kimsə dünyasını dəyişəndə gətirərdilər orada Quran oxuyardı. O bizimlə Quran oxuyardı, cüz oxuyardıq məclislərdə. Mən onlardan balaca idim 5 il, amma bir yerdə oxuyardıq. Atası var idi, Allah ruhunu şad eləsin. Çox yaxşı kişi idi, ehtiramlı bir şəxsiyyət idi, Allah ruhunu şad eləsin. Təsəvvür eləyirsiniz, bir məclisdə bir nəfər kəndimizdən bir ağsaqqal rəhmətə getmişdi, dünyasını dəyişmişdi. Atası dedi ki, ruhaniyə, məclisin mollasına dedi ki, bunları bir Quran oxutdur. Baxaq görək hansı yaxşı oxuyur, hansı düz oxuyur. Hamımızı Quran oxutdurdular. Şəhid Niyaz Səmədov hamımızdan yaxşı oxuyan o seçildi və ən yaxşı səsi və təcvidi oxudu. Sonra mən onun haqqında bir yazı yazmışdım. Keçən illərdə yazmışdım ki, o nəinki o məclisdə atasının başını uca elədi, atasını qürurlandırdı. O həm dünyada, həm də axirətdə Əli və övladı Əlinin yanında, xanım Zəhranın yanında atasının, anasının başını uca elədi. Allah şahiddir. Mən onun barəsində danışmışdım hacı. Bir şəhid, biz 2 il bundan qabaq Ramazan ayında verilişimizin sonunda 5 dəqiqə, 10 dəqiqə hər gün bir şəhiddən danışırdıq, bir xatirə. Mən onun haqqında danışmışdım. Sonra anam mənə dedi ki, danışanda dedi, orada şəhid Niyaz Səmədov əskərlər yola salınanda onun anası bu mərsiyəni dedi. Racının o məşhur mərsiyəsi ki var. Ged Əli Əkbər oğul, Allaha təbşirdim səni, şibhi peyğəmbər oğul, Allaha təbşirdim səni. Oğlun yola salanda bu mərsi, bu nohə ilə yola salmışdır. Yəni çoxdur bizim şəhidlərimizin içində mənəvi məqamı bu dünyada bilinənlər, mənəvi məqamları bu dünyada hiss olunanlar bizim şəhidlərimizin içində çoxdur. İnşallah istədim ki, bir az fürsət də olsa biz o fürsətdən yararlanaq inşallah. Allah bütün şəhadət arzusunda olanlara şəhadət bizim nəsib eləsin. Bir şəhidin də məclisində iştirak eləmişdim. Çıxanda atası yaxınlaşdı mənə. O vaxt şəhid rəhmətə gedib 3-sində iştirak eləmişdim. Yaxınlaşdı mənə, dedi ki, hacı, mən narahatam, övladdır, amma bir məsələyə görə mən çox sevinirəm. Bizim nəslimizdə günahkar insanlar da var, günahsızlar da var. Atası da din xadimidir, mənəvi kişidir. Mən bəzən düşünürdüm, deyirdim ki, niyə bizdən belə adamlar çıxsın nəslimizdən? Pis adamlar çıxırdı. Hər nəsildə var da, hər insan, hər ailədə var, hər tayfada var, hər kətdə var. Deyir, bəzən onları görəndə deyirdim, axı, niyə bizdən belə adam olsun? Mənim ki, deyir, oğlum şəhid oldu. Mən başa düşdüm ki, bizim qanımız təmiz imiş. Çox böyük sözdür bu. Çünki mən bilirəm, Allah təmiz qanlara bu şəhadət məqamını nəsib eləyər. Mən çox sevindim. Bir söz var, Allah gül yığıracaq. Gül yığır. İmam Hüseyn əleyhissalam deyir, şəhid bir güldə onu toplayır, öz bağında əkir və seçir. Allah insanların içindən seçir, onları gətirir orduya, ordunun içindən seçir, onları gətirir döyüşə, döyüşçülərin içindən seçir, qoşur İmam Hüseyn karvanına. Yəni bu böyük bir məqamdır. Allah inşallah bizə də nəsib eləsin şəhadət məqamını. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Amin inşallah. Allah qazilərimizə də şifa versin inşallah. Amin inşallah. Allah qorusun Hacı. Təşəkkür edirik. Var olasın inşallah. Allah elmizə bərəkət versin. Allah sizi bu xalqa çox görməsin. Sağ olun. Var olun inşallah. Sizinlə bahəm inşallah. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Sağlıqla qalın.